Davam edirik. Avropa İttifaqı enerji resurslarının bahalaşması ilə əlaqədar yeni çıxış yolları axtarır. İttifaqa üzv ölkələrin enerji nazirlərinin son görüşündə də əsas mövzu elə bu olub. İndi biz Brüsselə Avropa təmsilçimiz Elzar Ağayeva bağlanırıq. Hər vaxtınız xeyir olsun. Avropa çıxış yolunu nədə görür Elzar? Buyurun. Salam, hər vaxtınız xeyir. 19-20 mart tarixlərində Avropa İttifaqına üzv olan ölkələrin liderlərinin Brüsseldə sammiti keçiriləcək və burada əsas müzakirə mövzularından biri təbii ki, bahalaşmaqda olan enerji resursları olacaq. Ona görə də nazirlərin görüşü əslində sammitə hazırlıq xarakteri daşıyır da ayrı-ayrı Avropa İttifaqı ölkələrinin bu istiqamətdə mövqeyini müəyyənləşdirmək üçün bu görüş çox vacib idi. Bildiyiniz kimi Almaniyada, Fransada artıq dizel və benzin qiymətləri 2 avrodan daha yuxarı qalxıb. Ümumilikdə bütün Avropada qazın 1 megawatt saat üçün qiyməti artıq 70 avrodan daha yüksəkdir. Ona görə də bu Avropada ciddi narahatlıq doğurur və bunun əsas çıxış yolları, bu istiqamətdə atıla biləcək addımlar müzakirə olundu bu görüşdə. Məlum oldu ki, əksər Avropa İttifaqı ölkələri bu istiqamətdə enerji resurslarının qiymətinin yuxarı həddinin müəyyən edilməsinin tərəfdarıdırlar. İtaliya, İspaniya, Çexiya bu istiqamətdə, Macarıstan bu istiqamətdə qərarlar qəbul etməyə hazırlaşır. Yunanistan isə biraz fərqli mövqe tutub bu istiqamətdə. Belə ki, rəsmi Afina neft məhsullarının qiymətinin yox, bu məhsullardan əldə olunan gəlirin yuxarı həddini müəyyən etmək, yuxarı həddini tətbiq etmək niyyətindədir ki, qiymətlərin bahalaşmasının qarşısını alsın. Daha asan və rahat çıxış yolu təklif edən dövlətlər də oldu. Təbii ki, Rusiyadan neft və qazın alışının bərpa edilməsini təklif etdilər. Ənənəvi olaraq bu istiqamətdə Macarıstan və Slovakiya təkliflə çıxış edirdi. Amma bu dəfə Belçika belə bir təşəbbüs irəli sürüb. Belə ki, bu ölkənin baş naziri Bart de Wever enerjiyə əlçatanlığın təmin edilməsi üçün Rusiya ilə münasibətlərin bərpa edilməsini təklif edib. Avropa İttifaqına üzv olan digər ölkələr buna kəskin şəkildə etiraz etdilər. Bir molekul belə Rusiya qazı almayacağıq. Avropa İttifaqının enerji komissarı Dan Jorgensen belə dedi. O bildirdi ki, Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiya qazının və neftinin alışını tamamilə qadağan edən bir qanun layihəsini tətbiq edib və bütün Avropa İttifaqı bu istiqamətdə atılan addımları dəstəkləyir. Görünən odur ki, enerji resurslarının qiyməti bahalaşır. Avropa İttifaqı bundan əziyyət çəkir, amma hələlik Rusiyaya qarşı tutduqları mövqe, yəni Rusiya neftindən və qazından imtina ilə bağlı ümumi mövqeyə hələ ki sadiqdirlər. Brüsseldən bu qədər, söz sizdə. Təşəkkür edirik Elzar.